Salam gələcəyin mətbəx ustaları. Turan Qastroturizm Akademiyasından hər birinizi xoş gördük. Bugün biz balıq bişirmə sənətinin ən dərin sirlərinə varacaq. Gəlin, bu ləzzətli səyahətə birlikdə başlayaq və mətbəxdə əsl möcüzələr yaradaq. Yaxşı, yol xaritamızda hazırdır. Görürsünüz, biz sizi addım-addım balığın elmi təməllərindən tutmuş əsl sənətkarlıq səviyyəsinə qədər aparacağıq. Başladıq. Hər şeydən əvvəl gəlin təməli enək. Niyə balıq bişirmək, məsələn, mal əti bişirməkdən köklü şəkildə fərqlənir? Bu niyəni anlasaq, bütün qalan qaydalar öz yerinə oturacaq. Baxın, bütün məsələ budur. Mal ətindəki sərt birləşdirici toxumaları yumuşatmaq üçün uzun zaman və istilik lazımdır. Amma balıqda bu toxuma demək olar ki, yoxdur. Nəticə, balıq inanılmaz dərəcədə göz qırpımında bişir. Unutmayın, balıq bişirərkən hər saniyənin hökmü var. Və bu da bizim ən böyük düşmənimizdir. Balığı bir an belə artıq istidə saxlasanız, bu fəlakət zənciri başlayır. Zülallar sıxılır, içindəki bütün o qiymətli suyu çölə atır və nəticədə əlinizdə qalan sadəcə quru, dadsız bir şey olur. Bizim bütün məqsədimiz məhz bu reaksiyanın qarşısını almaqdır. Bu rəqəmi beyninizə həkk edin. 60-70 dərəcə. Bu, balığın şirəli, zərif və mükəmməl bişdiyi sehirli temperatur aralığıdır. Nə bir dərəcə az, nə bir dərəcə çox. Müqayisə üçün deyim ki, mal əti üçün bu rəqəm 70-80 dərəcədir. Fərqi görürsünüz, mal əti üçün normal olan istilik, balıq üçün sadəcə ölümcül bir yanğın deməkdir. Yaxşı, elmi başa düşdük. Bəs praktikada necə? Mətbəxdə termometrlə gəzməyəcəyik ki, elə isə gəlin balığın tam hazır olduğu o qızıl anı necə tutacağımızı öyrənək. Bu, bəlkə də ən vacib bacarıqdır. 3 siqnal var, hər üçünə eyni anda izləməlisiniz. Birincisi, çəngəlin ucuna yüngülcə toxunanda ət dağılmır, sadəcə lif-lif ayrılmağa başlayır. İkincisi, o çiy, şəffaf görünüş tamamilə itib yerini mat bir rəng alıb. Və üçüncüsü, ət sümükdən sanki özü qopmaq istəyir. Və gəldik ən vacib xəbərdarlığa, diqqət! Əgər çəngəli vuran kimi balıq pambıq kimi dağılırsa, bu hazır oldu demək deyil, bu artıq çox gecdir deməkdir. Bizim məqsədimiz o dağılma anından bir saniyə əvvəl balığı oddan götürməkdir. Mükəmməl anı təyin etməyi öyrəndik. Super! İndi isə bir addım geriyə çəkilib, strateji düşünməyə başlayaq. Axı hər balıq eyni deyil, elə deyilmi? Elə isə hər balığa eyni üsulla yanaşmaq olmaz. Budur hər bir usta aşpazın özünə verdiyi o milyonluq sual. Tavaya yağ tökməzdən əvvəl bu sualın cavabını bilməlisən. Və cavab çox vaxt balığın özündə. Daha dəqiq desək, onun yağlılığında gizlənir. Bu cədvəl sizin mətbəxdəki bələdçiniz olsun. Məntiq o qədər sadədir ki, baxın, sıf balığı kimi yağsız balıqlar çox tez quruyur. Deməli, onlara nəmlik verməliyik. Ya poşe etmək kimi suda bişirməklə, ya da alamünyer kimi bol yağla qızartmaqla. Amma qızıl balıq və ya nərə kimi yağlı balıqların öz təbii zirhi var, öz yağı. Bu yağ onları qurumaqdan qoruyur. Ona görə də onları cəsarətlə manqala, sobaya, yəni yüksək və quru istiliyə göndərə bilərsiniz. Deməli, elmi bildik, testi öyrəndik, strategiyanı qurduq, indi isə gəldik işin ən həyəcanlı yerinə, bu bilikləri əsl sənətkarlığa çevirən 3 klassik möhtəşəm texnikaya. Birinci texnikamız poşe etmənin şahı kort buyon. Bu sadəcə su deyil, ədviyyatlı, ətirli və biraz turş bir mayedir. Limon və ya sirkənin turşuluğu balığın zülallarını dərhal bərkidir və onun dağılmasının qarşısını alır. Balıqsa bu mayenin içində sanki meditasiya edir, zərifcə bişir və bütün nəmliyini qoruyur. Amma poşe etmənin bir qızıl qaydası var ki, onu pozmaq olmaz. Maye qətiyyən qaynamamalıdır. Dibdən qalxan o kiçik, zərif qabarcıqları gördüyünüz an, bilin ki, ideal temperaturdasınız. Güclü, qaynayan su balığın zərif ətini parça-parça edəcək. İkinci texnikamız isə əsl şoudur, yəni en papillot, yəni kağızda bişirmə. Təsəvvür edin, balığı, ətirli otları, tərəvəzləri bir perqament kağızına büküb, möhkəm bağlayırsınız, sobada bu kağız bir şar kimi şişir. Bütün ətirlər, bütün şirələr içəridə həbs olunur və ən möhtəşəm an o paketi müştərinin gözü qarşısında açıb o ətirli buxar buludunu azad etdiyiniz andır. Həm ləzzət, həm də təqdimat. Və nəhayət, üçüncü usta texnikamız. Tavada qızartmanın zirvəsi, klassik allamunyer. Proses çox zərifdir. Balıq ona bulanır ki, qızılı xırsıldayan bir təbəqə yaransın. Yanmayan durulaşdırılmış kərə yağında qızardılır. Amma əsl sehir sonda baş verir. Balığı tavadan götürüb, həmin tavada yağı biraz da bişirirsiniz. O qızılı qəhvəyi rəng alana və qoz ətri verənə qədər. Üstünə biraz limon suyu və budur, sadəliyin içindəki mükəmməllik.
Beləliklə, biz bu gün birlikdə böyük bir yol qət etdik. Balığın elmindən başladıq, mükəmməl bişmə anını təyin etməyi öyrəndik, strateji düşünməyi mənimsədik və nəhayət əsl sənətkarlıq tələb edən 3 texnikaya yiyələndik. İndi isə nəzəriyyəni bir kənara qoyub hərəkətə keçmək zamanıdır. Bu bilikləri mətbəxinizə aparın, təcrübə edin, səhv etməkdən qorxmayın. Ustalığa gedən yol məhz buradan başlayır. İndi növbə sizindir. Nuş olsun.